panik atak xəstələri sizə müraciət edəndə, onları necə müalicə edirsiniz? Hə, panik atak. Bugünkü gün hər müraciətdə elə bilirlər ki, biraz ürəyim həyəcanlandı və yaxud da biraz hər şeyə bədbin baxıramsa mən panik atakam. Yox, əsla. Panik atak bu deməkdir ki, əzizlərim, onu bir dəfəlik gəlin biz bunu analiz eləyək. Daha doğrusu xırdalayaq və biz başa düşək ki, panik atak deyəndə bu demək deyil ki, sən həyəcanlanırsan və yaxud da hər şeydə bir aqressiyan var və yaxud da hər şeyə negativ yanaşırsansa bu panik atak deyil. Ola bilərmi ki, bu biraz bizim özümüzün hansısa bir depressiv vəziyyətimiz olar. Depressiv vəziyyəti də gətiririk. Biz olaraq bunun panik atak adı qoymaq olmaz. Kainatın belə bir cümləsi var. Kainat sevir, sən ona sevgini ithaf eləyəsən. Özünü kainata buraxasan. Mən panik atakam deyənlərin nəzərinə. Hər biriniz sizlər məhz sən panik atak deyilsən. O baxımdan sən panik atak deyilsən ki, panik atak deyiləndə insan birinci düşünür ki, mənim özgüvənim yoxdur, ölüm qorxusu var və yaxud da xəstələnəcəm və yaxud da hansısa bir gözəl bir şey darmadağın olur. Yox, əzizlərim, panik atak deyiləndə biz bir mənalı başa düşməliyik ki, o bizim müvəqqəti olaraq bizim yanımızda olan müəyyən bir hissəmizdir. Ola bilərmi ki, biz onu söhbəti aydınlaşdıraq, yanımızdakı o müəyyən kiçicik xəstə hissəmizə baxdıqca, özümüzə qulluq elədikcə, ölüm qorxusu, hiss, həyəcan, sevgisizlik sindromu, bunların hamısının birləşməsindən panik atakı güc gələrək köpük halına çevirək və ayaqlayaq. Yəni, bugünkü gün panik atak deyiləndə elə bilməyin ki, bizlər panik atakıq. Panik atak xəstələri onu bilməlidirlər ki, heç bir dərmana ehtiyac yoxdur. Sadəcə sevin. Panik atak sevgini sevmir. Hər kim sevməyi bacarırsa, qəlbən, ruhən sevgini tərənnüm eləyə bilirsə, o adam panik atak ola bilməz. Oturun fikirləşək. Mən panik atakam və mən sevirəm. O mümkün deyil. Bütün xəstəliklər